Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. DİM 20 sınaq tarix test kitabından 3-cü qrup DİM 20 sınaq tarix test kitabından sınaq 9-un yeni dövr sınağının gəlin suallarının izahı ilə tanış olaq. Deməli, birinci sualda 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində Osmanlı dövlətinə aid ümumi xüsusiyyət lazım idi bizə. Məhdud yox, qeyri-məhdud olubdu burada sultan hakimiyyəti Osmanlı tarixində. Səbəblərlə sülh müqaviləsinin imzalanması 17-ci əsrin sonlarında yoxdur, 18-ci əsrin əvvəllərinə aid eləmək olardı. Tiul ümumiyyətlə paylanmayıbdı, timar ziyamət mövcud idi Osmanlıda. Avropa dövlətləri ilə müharibədə məğlubiyyəti qeyd edə bilərik, çünki müqəddəs birliklə aparılan müharibələrdə bu dövrdə məğlub olurlar. 18-ci əsrin əvvəllərində də həmçinin məhz Avstriya ilə filan müharibələr aparırdılar. Lare dövrü islahatlarının həyata keçirilməsi 18-ci əsrin əvvəllərinə aiddir. Waterloo döyüşü 1815-ci ildə baş veribdi. Məhz burada Napoleon 100 günlük hakimiyyət dövründə, yəni baş vermiş 1815-ci il döyüşündə Fransa məğlub olmuşdu. Hansı ki, burada İspaniya, İtaliya, həmçinin sizə Polşa ərazisi və İngiltərə ərazisi təqdim olunmuşdur ki, xəritələrlə bağlı hər hansısa bir çətinliyiniz varsa, istər yuxarıda, istər aşağıda açıqlama bölümündə qeyd elədiyim orada linklər var. Hansı ki, ümumi tarixdən, Azərbaycan tarixindən, müxtəlif dövrlər üzrə olan xəritələr imtahanda sizə necə, nə formada təqdim oluna bilərsə və onların hamısının izahı var. Daxil olan linklərə xəritə biliyinizi möhkəmləndirin. 3-də yenə Napoleonla bağlı bir sualdır, hansı ki 1804-14-cü illərdə hakimiyyətdə olubdu, hakimiyyəti dövrü. Rusiya çarı 1-ci Aleksandrın məğlubiyyətə uğradılması Rusiya üzərinə yürüşə başlamışdı. Bəli, orada məğlubiyyətə uğratsa da böyük itki verərək geri çəkilmişdi. Rusiya səfəri zamanı 12-ci ildə. Üçlər İttifaqı Napoleondan xeyli sonra 1879-82-ci ildə formalaşdırılıbdı. Yəni bu fikir ümumiyyətlə yanlışdır. Trafalgar döyüşündə özü məğlub olub 1805-də, yanlışdır. Avstriya və Prusiya ordularına, hətta Rusiya ordularına da dedik qalib gəlmişdi. Yəni 1-4 doğrudur. Müqəddəs İttifaqdakı 1-ci Napoleonun hakimiyyətdən devrilməsindən, imperiya son qoyulmasından sonra 1814-15-də yaradılır və 1-ci Aleksandrın təşəbbüsü ilə Osmanlıya qarşı, yəni Napoleon orada fəaliyyətini qeyd eləmək doğru deyil, cavabımız qalır D bəndi. Rusiyada həm 1-ci Aleksandr, həm də 2-ci Aleksandrın hakimiyyət dövrünə aiddir. 1-ci Aleksandr 1-25-ci illərdə hakimiyyətdə olmuşdur. 2-ci Aleksandra gəldikdə isə məhz 1855-ci ildə hakimiyyətə gəlir, 81-ə qədər olur. Məhkəmə islahatının keçirilməsini 2-ci Aleksandra aid edə bilərik, burja islahatları sırasında. Osmanlı müqavilələri hər ikisinə aid edə bilərik, çünki 1-ci Aleksandrın dövründə biz Buxaresti nümunə verə bilərik. 1812-ci il müqaviləsini, 2-ci Aleksandrda 56-cı ildə Parisdə müqavilə imzalamışdı, San Stefanon deyə bilərik. Aqrar sadə islahatların həyata keçirilməsi yenə ümumi verə bilərik. Çünki baxın, 1-ci Aleksandr azad taxtçılar haqqında fərman vermişdi, aqrar yönümlü tədbir idi. 2-ci Aleksandr da kəndli islahatları həyata keçirdibdi. Fransanın kontinental blokada dekretinə qoşulması bu 1-ci Aleksandra aid olur, tilziti imzalamaqla. 2-3 cavabımız qalır C bəndi. 5-ci sualı nəzərə yetiririk. 1-ci İstiqlaliyyət müharibəsindən fərqli olaraq 2-ci İstiqlaliyyət müharibəsi dövründə Amerika Birləşmiş Ştatları Avropadan böyük dəstək aldı 1-ci müharibədə. Yandılmış torpaq 1-ci müharibədə. Partizan müharibəsi 1-ci İstiqlaliyyətə aiddir. 1, 2, 3 çıxdıq. 4, 5 2-ci İstiqlaliyyət müharibəsinin, yəni 1812-14-cü illər müharibəsinin deməli xüsusiyyətləridir. 4, 5 D variantında yer alıb. 6-cı suala baxırıq. 20-ci əsrin əvvəlləri Böyük Britaniya dünya ticarətində 1-ci yeri tuturdu. Bunu doğru qəbul edə bilərik. Kapital ixracına görə üstünlüyünü saxlayırdı. Hindistanın işğalını zaten 19-cu əsrin ikinci yarısında 1856-da başa çatdırmışdı. Kanadiyada 1867-də, yəni 19-cu əsrin ikinci yarısına dominion hüququ vermişdi. Həmçinin xarici siyasətdə Rusiya ilə yaxınlaşır. Almaniya qarşı mübarizə aparmaqdan ötəri Antantanın üzvü idi. Bildiyiniz kimi Böyük Britaniyada. 1-5 C variantını qeyd edə bilərik. İbrahim Paşa Osmanlının əvvəlki nüfuzunun dirçəlməsini Avropada itirilmiş torpaqların geri qaytarılmasında deyil, boşalmış xəzinənin doldurulmasında görürdü. Lakin xəzinəyə daxil olan gəlirlərin çox hissəsi ordu quruculuğuna yox, daha çox Sultan Sarayında Avropa elçilərinin iştirakı ilə olan əyləncələrə, ziyafətlərə xərclənirdi. Bütün bunlar gətirib nəyə çıxardır? Heç burada Osmanlı olmasın, başqa bir dövlətin tarixində bax belə bir hadisə olsun. Təbii ki, ölkədə xalq etiraz edəcək, çıxış edəcək və mübarizə aparası hakimiyyətə qarşı. İbrahim Paşa da Lale dövrü islahatlarının sədr-əzəmidir. Bildiyiniz kimi 1730-cu ildə Yeniçəri üsyanı olur. Həm Əhməd, həm də İbrahim Paşa devrilir. Yəni Osmanlıya qarşı çıxışların baş verməsinə gətirib çıxardır. 8-ci sualı bizə doğru fikirlər lazım idi. Niştat müqaviləsi imzalanır, Rusiya Baltika çıxış əldə edir və imperiya adlanmağa başlayır. Pyotrda ilk imperator olur Rusiyanın.
Biri doğru götürə bilərik. İngiltərədə şanlı inqilab baş verdi. Hakimiyyət dinc yolla dəyişdirildi. Oranli Vilhelm hakimiyyətə gəlir. Dinc yolla olduğuna görə zaten şanlı inqilab adlanır. Yəni 1-2 doğrudur. 3 yanlışdır ona görə ki, Krım müstəqil olur, Rusiyaya verilmir. Bu Yassının şərti idi. Bax bu nəticə hissəsi. 4 yanlışdır ona görə ki, burada Saratoga döyüşü deyir baş verdi. Müharibənin taleyi həll olundu. Bu Yorktown olmalı idi. Deməli, ona görə cavabımız 1-2 olur. Doğru fikirlər 3-4 yanlışdır. Krım müharibəsindən fərqli olaraq 1-ci Balkan müharibəsinə. Krım müharibəsi 1853-56, burada Osmanlı qalib gəlibdir. 1-ci Balkanda isə məğlub olubdur. Deməli, Osmanlı, İngiltərə və Fransa ilə yaxınlaşır. Krım müharibəsində Balkanda yox. Yekun olaraq London müqaviləsi imzalanmışdı. Bunu doğru hesab edə bilərik. Osmanlı və Rusiya qarşı-qarşıya gəldi. Krımda, Balkanda yox. Osmanlı Avropadakı hakimiyyəti başa çatdı. Bəli. Şərqi Frakesit olmaqla torpaqlarını itirir. Osmanlı dedik məğlub olur. Deməli, E variantı doğru olur. Taypinlər və sipahilər hərəkatı ilə bağlı fikirlər, zorakı xristianlaşdırma siyasətinə qarşı baş verməsi. Bu məhz sipahilər üsyanına aiddir. İngiltərə müstəmləkəçiliyinə qarşı əsgərlərin çıxışı ilə baş verib sipahilər. Zaten sipahi əsgər idi Hindistandakılar 1857-59-da olan. Üsyançıların öz dövlətini yaratmaları. Bu Taypin üsyanının gedişində olmuşdu 50-64-də. Müstəmləkə zülmünə qarşı idi, ortaq fikirdir. Qadınlarla kişilərə bərabər hüquqluq Taypinlərdə var, Babillər hərəkatının gedişində var. Elə biz 1-ə C ilə eyni də versəydik cavabımız çıxırmış və onda deməli C olur. 11-ə baxırıq. 1813-cü ildə ordusu müttəfiqlər, yəni Avropa dövlətlərinin yaratdığı koalisiyalar tərəfindən məğlub edilən dövlət. İkinci sualda da Fransanın tarixi ilə bağlı bir xəritə sualı idi. Bu sual da yenə ikinci sualın oxşarıdır. Yəni burada da hansı ki Leipzig döyüşündən söhbət gedir, xalqlar döyüşündən. Həmən bax o xalqlar döyüşündə də Fransa, yəni məğlubiyyətə uğradılmışdı. Burada 3 verildi. Almaniya hansı ki, bax bura Avstriya, Macaristan, Osmanlı, yenə Rusiya və Böyük Britaniya. Yenə də qeyd edeyim, xəritə ilə bağlı çətinliyiniz varsa yuxarıda və aşağıda yerləşdirdiyim linklərə daxil olub çətinliğinizi aradan qaldıra bilərsiniz. 12-ci sual təkrar bir sualdır, yəni imtahanda bu tipli bir sual istifadə olunub, hansı ki burada 1876 və 1889 müvafiq olaraq Osmanlı və Yaponiya konstitusiyalarından söhbət gedir. Paytaxtın köçülməsi baş veribdir, məsələn Yaponiyadakı dəyişikliklərdən sonra respublika olmayıblar. Hər ikisi bu dövrdə burjua inqilabını biz Yaponlara aid edə bilərik. 68-dən başlayır. Monarxiyanın bərpa edilməsi zaten monarxiya idilər. Məntiqi ardıcıllığı tapaq. 1-ci Dünya müharibəsi ilə bağlı Marna döyüşü verilib. Marna döyüşündə İngilis, fransızlar Almanlara qalib gəldilər və bununla da Almaniyanın ildırım sürətli müharibə planı, yəni ki, Schlieffen planı deməli uğursuzluğa düçar olur. D variantında qeyd olunduğu kimi, yəni Almaniya 2 cəbhədə mübarizə aparmağa məcbur qalır. Antanta zaten mövcud idi bu dövrə qədər. Almanlar zəhərli xlor qazından sonraki tarixdə istifadə eləmişlər. İtaliya Üçlər İttifaqından sonraki tarixdə çıxır, yəni bu döyüşün nəticəsi deyil və Çanaqqaledə də Osmanlı qalib gəlibdir. Yəni D. Schlieffen uyğun olur. Tilsit dediyimiz 1807 Fransa-Rusiya arasında imzalanmışdı. Tilsitin şərtlərinə görə də Rusiyada Fransadan digər o asılı olan ölkələr kimi Rusiyada Fransanın müttəfiqi kimi məhz İngiltərəyə qarşı kontinental blokadaya qoşulmalı və İngilis mallarını boykot eləməli idilər. 15-də deməli doğru cavab lazım idi bizə. Rusiya çarı 1-ci Pyotrla müttəfiqlik əlaqəsi saxlamışdır Təhmasib. Hətta 1-ci Təhmasib. Bu adamlar eyni dövrdə hakimiyyətdə olmayıblar. Yəni bu fikir yanlışdır. A variantı. B-yə baxırıq. Hərb tarixini işləvə kumbaraslar ucağını yaradıb Sultan Mahmud doğrudur. İngiltərə inqilabı başlayır 16-cı əsrin 40-cı illərində, yox 17-ci əsrin 40-cı illərində. Aldə döyüşündə Rus qoşunlarına qalib gəlmişdir dağların başçısı Şeyx Şamil. Şeyx Şamil nə Aldə, nə də ki Quban çay sahilindəki döyüşdə iştirak etməyibdi. O dövrdə mübarizəyə məhz Şeyx Mənsur rəhbərlik eləyirdi. İstiqlaliyyət müharibəsinin müəllifi isə Benjamin Franklin yox, məhz Thomas Jefferson idi və B variantı doğru qalır. Konqresin vətəndaş müharibəsindən sonra konstitusiyaya etdiyi ilk dəyişikliyə görə, hansı ki vətəndaş müharibəsindən sonra 1866-da dəyişiklik eləyirlər. Amerika konstitusiyasına növbəti bir düzəliş olur, bu ikinci düzəliş idi və burada qaralar lağlara bərabər hüquqlar verilir. Yəni senator məsələsi yoxdur və yaxud da ki bu qeyd olunan fikir də doğru deyil, C doğrudur. İlk konqres seçkilərində iştirak etdilər, xeyr, nümayəndələr palatasının üzvlərini seçdilər, bu da doğru olmur.
Birinci Dünya müharibəsi ərəfəsində, yəni 1914 ərəfəsində, yəni bax bu dövrə qədər Böyük Britaniya tarixinə aiddir Hindistan işğalının başa çatdırılması. Hindistanın işğalını az öncə də buna baxdıq, yəni 1856-da işğalını başa çatdırmışlar. Yəni bu ərəfəyə uyğun gəlmir. Ərəfə deyiləndə biz elə cavablar tapmalıyıq ki, ən azından bu dövrə yaxın olsun 20-ci əsrin əvvəlləri, məsələn 1905-14 arası, 7-14 arası, bax bu dövrə yaxın bir hadisələr olsun. Bu daha əvvəl baş veribdi, yəni xeyli əvvəl baş veribdi. Cənubi Afrika İttifaqının dominionu yaradıldı, hansı ki 1910-cu ildə Cara dominion hüququ verilir. Bax bu yaxındır. Ərəfəsinə düşür, yəni ikini qeyd eləmək olar. Sonra 3-ə gəldikdə isə xarici siyasətdə Fransa və Rusiya ilə yaxınlaşdı. Bəli, 1907-də də Rusiya ilə müqavilə imzalayır. Görürsüz, baxın, az öncə də dediyim kimi buna yaxın hadisələr seçsiniz. 2-3 doğrudur. Çinin də müstəmləkəyə çevrilməyib, yarım müstəmləkəsi olubdu 1842-dən etibarən. 2-3 olur, 2-3-də yer alır A bəndində. Şimal müharibəsi dövrünə aiddir. Belə ki, Şimal müharibəsi əhatə edibdi 1700-1721-ci illəri. İsveç və Rusiyanın müttəfiqləri arasında olubdu. Şeyx Mənsurun Alda döyüşündə ruslara qalib gəlməsi və gördüyünüz kimi yuxarıdakı fikir burada artıq təkzib edilir. Yəni burada doğrusu verilibdir. Bu yanlışdır. Hansı ki 1785 və 90-cı illərdə dağlılarla ruslar arasında bu döyüşlər baş vermişdi. Yəni bu dövrə uyğun gəlmir. Layla dövrü islahatları məhz Şimal müharibəsi dövrünə uyğun gəlir. Hansı ki 1703-30-cu illərə əhatə edir. 18-dən İbrahimin sədrəzəm təyin edilməsi ilə başlanılır bu islahatlara. Qısacası, yəni bu dövrü tamamlayır. Amerikada 1-ci İstiqlaliyyət müharibəsi 1775-də başlayıb. Bu hadisədən bir xeyli sonra. Yassi 1791 yenə uyğun gəlmir. Gördüyünüz kimi Stuartların hakimiyyətə gəlməsi 1603 və ya 60 növbətdə hakimiyyəti yenə də uyğun gəlmir. B variantı qalır doğru fikir olaraq. 19-da 1-ci Pyotrun hakimiyyət dövrünə aiddir. Rusiya Krım xanlığını işğal etdi. Xeyr, bu Yekaterinanın dövründədir. Yanlışdır. Osmanlı ilə müharibə aparır, məğlub olur Prutda. İlk hərbi donanmanın yaradılması onun adı ilə bağlıdır. Respospolitanın bölüşdürülməsi Yekaterinanın adı ilə bağlıdır. Həmçinin Poltava döyüşündə rusların qalib gəlməsi İsveçə qalib gəlirlər. Bununla da Şimal müharibəsinin, yəni gedişatına böyük təsir göstərir. B doğru olur. Osmanlıda 18-ci əsrin 1-ci və 2-ci yarısına aiddir. Nadir Şah Əfşarla sülh müqaviləsinin imzalanması. A variantı doğrudur. Bunu biz hardan bilirik? Hansı ki 1730-da hakimiyyətə gələn 1-ci Mahmudun dövründə belə bir müqavilənin imzalanması dərsliyimizdə qeyd edilir. Yassi müqaviləsi 1791-dədir. Bu uyğun gəlmir, çünki 1-ci yox 2-ci yarısına düşür 18-ci əsrin. Viyana şəhərini Osmanlı tarixində fəth eləməyib. Deməli biz birdən B-ni, C-ni çıxırdıq. Deməli D də çıxmalıdır, çünki Şah Süleymanla diplomatik münasibətlər, dostluq, normal münasibətlər saxlanılıbdır. Amma 17-ci əsrin 2-ci yarısında. Elə 1-ə A-nı verəndə bir dənə sütunu biz əgər doğru işləsəydik, yəni cavabı müəyyən eləyirdik. 1 A-dırsa, deməli 2-də C ilə D-dir. Baxaq doğruluğuna. Səfəvilərlə 18-ci əsrin 2-ci yarısında müharibə ola bilməz. Çünki Səfəvi dövləti heç mövcud deyil. 1736-da dağılıb o dövlət. Mahmudun hakimiyyətə gəlməsini az öncə qeyd elədim. Uyğun gəlmir. Dağılma dövrünün başlanılması, hansı ki Yassının imzalanması ilə 1791-dən və elə o Yassını imzalayanda Səlim idi. O Səlim də o dövrdə islahatlar keçirdirdi. Həqiqətən də doğrudur. Sultan 3-cü Əhmədin islahatlar keçməkdə məqsədidir. Görürsünüz, bu tipli sual artıq bu Sultan Əhmədin islahatları burada 3-cü dəfə yer alır. Sırf bu testdə deməli buna xüsusi diqqət yetirməlisiniz bu hissəyə. Osmanlı dövlətinin geriləməsinin qarşısını almaq, sarsılmış qüdrətini bərpa etmək üçün keçirilirdi. Elə A variantında hər şey izah olunubdur. Yeniçərilərin sayını artırmaq istəmirdi, qoşun kimi ləğv eləmək istəmirdi, durğunluğun qarşısını almaq və bu da yanlış olur. Ordunun yalnız kəndlərdən ibarət olması. A variantı açıqlayıcı və doğru fikir idi. Xəritədə ştrixlənmiş ölkənin 18-ci əsr tarixinə aiddir. Deməli, xəritədə ştrixlənmiş ərazi, əslində bu xəritənin burada təqdim olunması düzgün deyil. Yəni bu tip yox, məhz bax belə bir xəritə olsaydı daha doğru olardı və ya buradakı kimi, yəni belə bir xəritə. Təbii ki, Dövlət İmtahan Mərkəzində bütün bunlara fikir verirlər, hansı ki, qəbul imtahanında sualların hazırlanması zamanı. Bu Ərəb xilafətinin əvvəlki ərazisidir. Hər bir halı burada İspaniyadan söhbət gedir. İspaniyanın 18-ci əsrindən.
İngiltərəyə qarşı müharibədə ABŞ ilə ittifaqda olmuşdur. Hansı ki, bu keçən ildə OTK-nın sınağında istifadə olunmuşdu bu sual. Buna bənzər bir məzmunda idi. Elə A doğrudur. Biz bildik ki, 1775-83-cü illərdə istiqlaliyyət müharibəsi dövründə ABŞ-nin müttəfiqi olur. İspaniyadır, Hollandiyadır, Fransadır. Məğlub edilməz armadası 588-ci ildə məğlub olur. Bu 16-cı əsrdir. Reconquista 11-ci əsrdə başlayıb. 3-cü Napoleon yürüşünə məruz qalmışdır, yanmışdır. 7 illik müharibədə Fransanın qələbəsinə yardım etmişdir. 7 illik müharibədə Fransa məğlub olubdur. 1860-cı illərə aiddir. Deməli, Rusiyada burjua islahatları həyata keçirilir. Bəli, hansı ki, buna məhkəmə islahatını misal üçün deyə bilərik. 1861-də ilə təhkimçinin ləğvini. ABŞ-də 2-ci istiqlaliyyət müharibəsinin başa çatması bu 1812-14-də əhatə eləyir. Yaponiyada burjua islahatlarının həyata keçirilməsini 1868-dən. İngiltərədə birinci yox, ikinci parlament islahatı olsaydı doğru olardı. Çünki birinci parlament islahatı 1832-ci ildədir. Yəni, qısacası cavabımız olur 23-də 1-3. 19-cu əsrin ortalarında müstəmləkə zülmünə qarşı azadlıq hərəkatları baş vermişdir. Bu hərəkatlar İngiltərə tərəfindən yatırılmışdır. Göstərilənlərin aid olduğu dövlətlərin ərazilərini müəyyən edin. Əvvəla xəritə ilə sizə tanış edeyim. Deməli, burada 3 verilibdir. Bu Səudiyyə Ərəbistandır. Biz Səudiyyə Ərəbistan tarixini oxumuruq bu dövrdə. Bura əvvəlki Osmanlı, indiki Türkiyə ərazisidir. Belə bir hərəkat yoxdur. Türkiyədə ingilislər yatırsın. Qalır burada 3 dənə ölkəmiz, hansı ki Hindistan. Həqiqətən də 1857-59 sipahilər olub, ingilislər yatırıbdır. Yenə Çin, hansı ki, bax, bu bir hamısı onun ərazisidir. Yəni, biri qeyd eləyək burada. 5-ə gəldikdə isə, burada 5 əslində, yəqin Koreyanı işarə eləmək istəyiblər. Yəni, burada işarələnib belə ox çəkilsəydi daha yaxşı olardı. Bir hissəsi Çinə uyğun gəlibdir. Amma yəni, bu Çin nəzərdə tutulmayıb burada. Sadəcə Koreyanın burada şimalını bildirmək istəyiblər bu testdə. Yəni, burada 2 dənə ölkədir. Hansı ki, ingilislər tərəfindən o hərəkatların yatırılması. Taypinlər, bir də sipahilər. Yəni, 1-dən 2. 25-ci suala baxaq. Deməli, Osmanlı və Fransanın 19-cu əsr tarixinə aiddir. Çar 1-ci Aleksandrın dövründə Rusiya ilə müharibə aparmaları. Bunu az öncə baxdıq, hər ikisində də var idi. O barədə sizə məlumat verdim, izah verdim. Tirək müharibəsində Çinə qarşı mübarizə aparmaları. Tirəkdə Osmanlının hər hansısa iştirakı yoxdur. ABŞ-yə qarşı İngiltərə ilə müttəfiqlik, Osmanlı qarışmayıb o müharibəyə. Bizdə dərslikdə verilən məlumatlar əsasında Antanta dövlətlərinə qarşı müharibə aparmaları. Fransanın özü zaten Antantanın üzvü idi. O da 20-ci əsrin əvvəllərində formalaşır tam olaraq o ittifaq. Krım müharibəsində Rusiyanı məğlub etmələri. 5-i də qeyd eləmək olar. Yəni 1-5 olur. Çünki 1853-56-da Osmanlı, Fransa, İngiltərə müttəfiqliklər Rusiyaya qarşı. Üçlər İttifaqının yaranması 1882-də formalaşması başa çatır. Sipahilər üsyanının baş verməsi 1857-59, Prut 1711, Austerlitz döyüşü 1805-də və burada ardıcıllığımız olur. Deməli, 3-dən başlayırıq, 4-ü qeyd edirik, 2 və ən sonda 1-lə yekunlaşdırırıq. Birinci Dünya müharibəsinə aid döyüşlər 1914-16-ya uyğun döyüşlər. Kütül-Əmarə döyüşü 16-da, Tannenberg 14-də, Jutland 16-da, Caperetta 17-də, Sadov ümumiyyətlə 1-ci Dünya müharibəsinə aid deyil, Avstriya ilə Prusiya arasında 1866-da olmuşdur. 1B 2AC olur. Situasiyamıza baxaq. Deməli, Bismarckın qoyduğu miras tamamilə başqa idi. Siz ən yaxşısı videonu dayandırın, vaxtımız getməsin burada. Mən birbaşa cavabları sizə bildirim. Aha. Deməli, 28-ci sualın cavabını bildirməmişdən əvvəl qeyd edim ki, artıq sınaq 9-un izahı yerləşdirilib kanalda. Həm 2-ci, həm də 3-cü qrupların DİM 20 sınaq tarix test kitabından həm 2-ci, həm də 3-cü qrupların sınaqlarının düzgün cavabları və izahları məhz bizim kanalımızda ardıcıl sistemli video analizli şəkildə gördüyünüz kimi paylaşılır. Bunun üçün sizdən sadəcə kanala abunə olub bu videoları bəyənməyi, bu videoların daha çox kütlənin qarşısına çıxmasını istəyirəm. Sizdən istəyim budur. Cavablara gəldikdə isə Otto von Bismarck dəmir və qanla Almaniyanı birləşdirməyi öz qarşısına məqsəd qoymuşdu və bu şüarı irəli sürmüşdü. Mənbədə bəhs edilən inqilabın qarşısına qoyulmuş 2 əsas vəzifə söhbət 48-49-cu illər inqilabından gedir. Hansı ki, Nikolayın dövründə bu inqilabların yatırılmasına Rusiya böyük dəstək olmuşdu. Yəni dırnaqarası bir dəstək deyək.
Və burada Rusiya deyirəm daha doğrusu, Almaniya inqilabında deməli feodal qaydalarını ləğv eləmək istəyirdilər. Həmçinin Almaniyada vahid dövlət yaratmaq istəyirdilər. Və mənbədə bəhs edilən dövrdə Prussiyanın xəritədə rəqəmlə göstərilən ölkələrlə münasibətlərini hansı qaydada nizama saldığını müəyyən edin. Hansı ki, bir burada göstərilibdir Fransadır. Fransa ilə Sedan döyüşünü aparır və Sedan döyüşündə qalib gəlir Fransaya. Bunu yazmaq olar. Sizin də fərqli fikirləriniz olarsa qeyd edin şərtdə müzakirə edək. 2. Rusiya verilibdir. Rusiyanın bitərəfliyinə nail olur. Hansı ki, Bismarck Almaniyanı birləşdirmə ərəfəsində Rusiyanın bitərəfliyinə nail olur. Yəni Rusiya ilə münasibətləri diplomatik yolla qaydaya salır. Yəni belə bir fikirlər yazmaq olar. Bu sınağımızın da izahının yekununa gəldik. Bir daha xatırladım, videonu bəyənib kanala abunə olmağı unutmayın. Dəstəyinizi gözləyirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.